Salam. Bugün mən sizə restoran modunu göstərəcəm. Restoran modumuz beləncədir. Bu birinci versiyadır. Sistemimiz beləncədir. Yəni 2 PG beləncə açılır. Şifrəni yazıb daxil olurlar və yaxud da kartı oxudub daxil olan kimi avtomatik bu bölmə açılır. Bu bölməmizdə masamıza daxil oluruq. Bura menümüzdür. Menüyə istənilən qədər məhsul əlavə etmək olar. Əlavə elədik. Artıq menümüzə daxil olun. Burada mətbəxdən də çap edə bilərik. Biz bunu, yəni sifarişlərimizin hamısı mətbəxdən çap edə bilərik. Yəni çap buranda avtomatik mətbəximizdən çap olunur. Bütün hansı məhsul, hansı mətbəx seçilibsə, hamısı avtomatik mətbəxlərdən çap olur. Yəni bir neçə və yaxud da birdən çox, 2-dən çox printeri proqrama inteqrasiya edə bilərik. Budur sistemimiz və ödəniş ilində ödəniş. Artıq hazırdır. Erki per ekrandan bütün istifadəçiyə bütün icazələri biz verə bilərik. Burada nəyə daxildir? Yəni bütün endirimlər, ekrandan malın silinməsi, sifarişdən malın silinməsi, sifarişdən mal silinərkən səbəblər soruşur, səbəbləri əlavə edə bilərik və daha çox bütün əməliyyatları edə bilərik. Burada menümüzdə ZT hesabatımız var. ZT hesabat gün sonu vermək və yaxud da gün sonu X hesabatına baxmaq.